Tövhid bir elmdir ki onun şərhi dərindir. Vacib nə var öyrənməli tövhid qədər indi. Əvvəlki nəsillər necə gör dostlar olublar. Ənsar və mühacir kimi tarixdə qalıblar. Meydanlara birlikdə çıxıb qorxu salıblar. Öz dinlərin Allah və Rəsulundan alıblar. Sən dinivi gör kimdən alırsan xəbər indi. Dünyada şəfaət bəşər axtarma bəşərdən. Batilcəsinə yardım umursan ölülərdən. Onlar axı acizdir xeyirdən və zərərdən. Həm sabit olub varid olan xeyli əsərdən. Məhşərdə bu izzət, bu şərəf bir nəfərindir. Səslənmə, çağırma, ölülər duymaz, eşitməz. Duysa sənə səslənməyə əsla gücü yetməz. Əlbəttə ağıl sahibi insan bunu etməz. Saymaqla dəlillər bu əməl barədə bitməz. Bu mövzuya haqqıyla verilmir dəyər indi. Hətta o zaman Məkkəni müşriklər alanda, Allah birinin qəlbinə bir qorxu salanda, tez Rəbbinə səsləndi o an darda qalanda, sən qəbrə yönəldin bir işin müşkül olanda, bu şirki sən onlardan edirsən betər indi. Dostum, elə gerçək də var altında yalan var. Allaha təvəssüldə böyük şirkə dalan var. Həm nəhy edilən, həm də ki məşru sayılan var. Pirlərdə, ocaqlarda, qəbirlərdə olan var. Dünya bu tərəfdən çəkirən çox zərər indi. Ancaq bu təvəssül növü batil və yalandır. Ən doğru əməllərlə, dualarla olandı. Qəlbində isimlər və sifətlər yer alandı. Qur'anla və sünnətlə bu caiz sayılandır. Elm əhli bu isnadı görür mötəbər indi. Qorxur çoxu hardansa kiçik bir səs eşitdi. Əndişələnir qəlbi önündən pişik ötdü. Bürclərlə, nağıllarla ömür yel kimi getdi. Bir çoxları əfsus, belə bir etiqad etdi. Batillərə yurd oldu bu məlum şəhər indi. Hər kim pişiyin qorxur ağından, qarasından, əlbəttə çıxar aqil adamlar sırasından. At nalları sallanmış evin astanasından, göz muncuğu asmaqla əlindən, yaxasından, sanki üzərindən silinir bədnəzər indi. 13 rəqəmi kimlərəsə nəs rəqəm olmuş, hətta kim inanmırsa buna bəxti kəm olmuş.